eləmişdi? 12 min il. 12-dən 10 8 minildən min artıq. il. 10 min ildən artıq bir mezolit dövrü deyil. Aha. Bəs yaxşı, Tunç dövrünün hansı mərhələsi idi? Deyirdik ki, o da 600 ildən artıq davam eləmişdi. Tunç dövrünün erkən Tunç dövrü. Orta Tunç dövrü. Ortadır. Aha. Yaxşı, siz mənə deyin, deməli, Neandertal insanlar evləri adətən nədən hazırlayırdılar? Evliyini, yaşayış yerlərini, məskənlərini. Neandertal insanlar Bəli, yaşamaq üçün fikrini nədən hazırlayırdılar? Nədən istifadə edirdilər hazırlamaq üçün? yəqin ki, çiy kərpişdən istifadə ediblər də ilk Yox, əvvəl. o eneolitdən başlayır. Neandertallar vəhşi heyvanların sümüklərindən bir də iri qaya daşlarından. Bəli. Bəs Tunç dövrünün hansı mərhələsində deyək ki, evlərin bünövrələri iri qaya daşlarından tikilirdi, divarları da Erkən Tunç dövründən. Son Tunçda. İri qaya daşlarından. Yeni məlumatlarla qarşıdırıq bir köhnələri. Heç nə olmaz. Yaxşı, sadə incəsənət nə vaxt yaranmışdı? Alt paleolit dövründə. Paleolitin ilk mərhələsində, bəli. İncəsənətin çiçəklənmə dövrü idi. İncəsənətin mezolit dövründə. Yox, mezolit dövründə inkişaf edib. Çiçəklənmə mərhələsi Orta Tuncdur. Toxuculuqla bağlı Orta Tuncda hansı yenilik baş vermişdi? Nədən istifadə olunurdu? Toxuculuqda Orta Tuncda. Yox, idən var idi eneolitdə. Sadə toxuculuq dəzgahından. Orta Tuncda sadə toxuculuq dəzgahından istifadə olunurdu deyəcək. Bu da yeni bir şeydir. Bəs duluz çarxından nə vaxtdan istifadə olunurdu? Hansı dövrdə? Orta Tunç dövründə. Yox, duluz Yox, o çarxından erkən Tunç dövründə, ayaqla hərəkətə gətirilən başda erkən Tunç dövründə. Bəli, ayaqla hərəkətə gətirilən son Tuncdur, doğru. Yaxşı, siz mənə deyin, duluz kürələrindən istifadə nə vaxt başlamışdı? Bəli. Yaxşı, hansı dövrdə deyək ki, metallurgiya sobaları təkmilləşdirildi, artıq alətlərin hazırlanmasında qəlblərdən istifadə olunurdu? Bu da eneolit dövrüdür. Yox. Bu da Tunç dövrüdür, Orta Tunç. Erkən Tunç dövrüdür. Orta Tunç, Ağcabəddəki Kamil. Bəli. Yaxşı, siz mənə deyin, Tunç dövrünün hansı mərhələsindən deyək ki, evlər artıq başladı təbii təpələr üzərində tikilməyə, yaxşı mühafizə olunsun deyə. Erkən Tunç dövründən götürəkmi dağətəyi bölgələrdə? Bəli, doğrudur. Yaxşı, bəs nə vaxtdan başladılar bu evlərin ətrafına müdafiə divarları falan çəkməyə? Elə biləm erkən Tunçdur o da, köhnə kitablarla. O da erkən Tunçdur. Erkən Tunçdur, bəli. Yaxşı, sosial əmlak bərabərsizliyi nə vaxt yaranır? Elə o da erkən Tunçdur. Nə vaxt artdı? Artdı artıq Orta Tunçda. Dərinləşməsi ibtidai ictimai quruluşunun cəmiyyətinin dağılmasına səbəb olurdu? Bəli, son Tunç dövründə. Bəli. Əsasən bu dövrdə hansı cür təsərrüfat öz əhəmiyyətini itirirdi Tunç dövrünün son mərhələsində? Hansı təsərrüfatı? Bəli. Hansı forma təsərrüfat öz əhəmiyyətini itirirdi, verirdi başqasına? Kollektiv təsərrüfat, fərdi təsərrüfatlar inkişaf edirdi. Qulluq icması yaranırdı, deyil mi? Bəli. Bəzi icma üzvləri varlanırdı, digərləri isə kasıblaşırdı. Yaxşı, siz mənə deyin, nə vaxtdan deyək ki, əkinçilik və maldarlıq müstəqil inkişaf yoluna qədəm qoydu? Artıq neolit dövrünü. Yox, müstəqil inkişaf yoluna qədəm qoydu. Oturaq həyata keçməklə olmur o. Yox. Ayrıldı da bir-birindən. Bəli, erkən Tunç dövrünə. Bəli, əkinçiliyin maldarlıqdan ayrılmasını soruşurdu. Bəli, əmək bölgüsü. Xüsusi ibadət evləri hansı ərazilərdən aşkarlanmışdı? O erkən Tunç dövründə baba dərviş idi, Maxdaydı. Bir də Xaçmazın Sərkərtəbə, bir də onda Qazaxda baba dərviş. Bəli, bir də birinci Kültəpə. Birinci Kül, Naxçıvanda 2 dənə idi, indi birini yadınsa. Bəli. İkinci Kültəpə hansı dövrə aid idi? Orada nə tapılmışdı? Orta Tunç dövrüdür, o şəhər mərkəzi idi ora. Sağ olun, bəli. Hansı dövrə boyalı qablar mədəniyyəti dövrü deyək? Orta Tunç o da. Bəli. Hansı dövrdə dedik ki, artıq metal ərintilərini qəliblərə töküb alətlər hazırlayırdılar? O eneolit dövründə idi o qəlblər. Orta Tunç, bəli. Orta Tunç, duluz kürələri, duluz sobaları desək, bəli, qarışdırır. Heç nə olmaz. Yaxşı, siz mənə deyin, Tunç dövründə
Əhalinin bu deyək ki, nədə görürük ki, bunlarda artıq bərabərsizlik dərinləşib, fərqlər çoxalır. Tayfa başqını ilahiləşdirirlər Sultunç dövründə. Və ortadan başlayıb sonda qüvvətlənir. Yəni Qüvvətlənir. qəbirlər göstərir. Bəli, qəbirlər də var idi. Bilmirəm, köhnələr Sarıçoban var idi, Borsunlu var idi, Xocalı qəbirstanlığı var idi, Qarabağda. Onların hamısı yoxdur, onlar azarıb. Hansı 2 dənə qalıb müəllimlər, deyin. Yəqin ki, Xocalı qəbirstanlığı qalar Qarabağda. Biri də Biri də Oğuzda Kərimli qalır. Oğuzda Kərimli. Naxçıvandakı Çalxan qalada nə ilə yadda qalır? Ora nəyə baxıb? Orada siklopik tikili var idi. Bir də Gədəbəyin Arıqdamında da var idi siklopik tikili. Bəli, bəli. Dedik, hansı dövrdən ayaqla hərəkətə gətiriləndə Ulus çarxından istifadə olunmağa başladı? Son tunç. Ay, sağ olun, bəli. Yaxşı, siz mənə deyin, son tunç, erkən dəmir dövründə, həm də erkən dövlətlər nəyə inanırdılar? Nəyə inanırdılar? Bəli, nələrə sitayiş edirdilər? Tayfa başçılarını deyəkmi? Yox, onlar ilahiləşdirdilər, amma o inam deyil ki, yəni belə deyək də, müxtəlif şeylərə inanırlar. İslamı cisimlərinə, suya, meşəyə. Böyük tanrı, günəş. Yaxşı, siz mənə deyin, Osmanlıda baş vəzir, Cagirdar, amil. Oxşarlıq nə olar? Ərəblərdə amil. Cagirdar. Maliyyə, vergi işinə baxır da, vergi yığılması. Vergi toplanması, ay sağ olun. Yaxşı, siz mənə deyin, ərəblərlə Osmanlılara nə oxşarlıq? Ərəb xilafətinə Osmanlılara nə oxşarlıq deyə bilərsiniz? Şimali Afrikanın işğalı. Başqa hansı ərazilər oxşar götürə bilərik? Bizansla mübarizə. Bizansın da bir sıra ərazilərini tutublar, bəli. Onlar da bunlardır. Suriyanın Misri ikisi də tutub, bəli. Yaxşı, bəs başqa da var. Hökmdarları nə titulunu daşıyırdılar həm də müəyyən qədər. Sultan. Müəyyən bir müddət. Yox. Xəlifə titulu. Xəlifə, ay sağ ol. Deyə bilərik, Azərbaycana yürüş etmişdilər. Bəli. Bəli, hətta burada idarəçiliyin qurublar, sonra Osmanlıların keçəcəyi. Xidmət müqabilində torpaqlar paylayırdılar, deyə bilərik. Bəli. Ərəblər iqta, bunlar kimar, zəngin falan. Yaxşı, hansı dövlətlə mübarizənin yenə oxşarlıq deyə bilərik? Yoxsa dediniz, mən eşitmədim Bizansla. Bizansı dedik. Bizansın hansı ərazisini o tuta bilməli, bu tutdu. Ərəblər tutanmadı, bunlar ələ keçirdi. Bizansın hansı ərazisini? Bu Qara dənizə zada çıxışı da. Konstantinopol. Olardı Konstantinopol. Bəli. Ərəblər mühasirəyə almış. Ancaq Kəmalə müəllimə də oldu. Yaxşı, Kəmalə müəllimə, sağ olun. Yaxşı, Günel müəllimə, siz mənə deyin, Konstantinopol ətrafında istehkam qalalar inşa etdirən kim idi? O, müəllim, birinci İldırım Bəyazid idi. Onun elə əsas belə deyək də, məqsədi oranı tutmaq idi də. Teymur imkan vermədi. Yaxşı, siz mənə deyin, Dehli Sultanlığı ilə Osmanlıya nə oxşarlıq deyə bilərik? Dehli, bir də Osmanlıya. Bir dəqiqə. İkisi də türk-müsəlman sülalə idi də. Başqa? Dehlidə də sultan titulu var, bunlarda da var. Bəli, ay sağ olun. Kimin hücumuna məruz qalmışdılar? Bir də Əmir Teymur. 1398 oydu. Burada da 1402. Bəli. Yaxşı. Böyük Səlcuqla Osmanlıya da deyin oxşarlıq. O da Bizansla mübarizədir. Ay sağ olun. Oğuz Sonra Səlcuq, Osmanlı, Azərbaycana yürüş də götürə bilərik də. Bəli. Bağdadın, Təbrizin tutulması, Anadoludan müəyyən ərazilərin ələ keçirilməsi. Hansı Səlcuq sultanları idi ki, Anadoludan ərazilər tutmuşdular? O, Alparslan idi, müəllim. Başqa? Məlikşah da tutmuşdular. Məlikşah, Konya, Ankara, bəli. Bəli. Böyük Moğol dövlətində Hind Knyazlarının şəxsi torpaqları necə adlanırdı? Zəmindar idi, də müəllim. Bəli. Yaxşı, bəs Dehlidə zəmindar kim idi?
Bu zəmindarlıq idi. Dehlidə zəmindar kim idi? O vergi yığırdı da müəllim. Yox, yox, yox. Yox. Zəmindar. Vilayət idarəçisi idi. Nə idi o? Xeyr, kimsə bilirsə desin müəllimə. Oranı çaşdım müəllim. Eybi yox. Nə olacaq? Tünzəli müəllim, buyurun. Mən iqta sahibləri idi. Bəli, bəli, müsəlmanlar iqtisadi. Xas torpaqlarını becərən kəndlər maaşı hardan alırdılar Ruhiyyə müəllimə? Dehlidə. Müəllimə deyimmi? Aha. Mənə dediniz müəllim. O Hə, sultan verirdi dövlət xəzinəsindən. Sultan öz Ay xəzinəsindən. sağ ol. Bəli, bəli. Bəs dövlət torpaqlarından alınan vergilər adətən nəyə sərf olunurdu? O sarayın deyəsən saxlanması idi orada. Bəli, bəli. Dehli sultanlığında dövlət xalqı hesab olunurdu. Dövlət nəyə hesab olunur? Xalqı. Xalqı, hə. Xalqı hesab olunur. Bilmədim onu mən. Hə, eyvallah. Müsəlmanlar. Kəmal müəllim deyin. Müsəlman. Müsəlmanlar, bəli. Yaxşı, hansı dövlət idi ki, hinduslar ən yüksək vəzifələrə də irəli çəkilirdilər? Dehli yoxsa Moğol? Moğoldaydı o deyəsən. Bəli, bəli. Yaxşı, bəs siz mənə deyin, şərqə doğru işğallar aparan, genişləndirən ərazinin hansı Dehli sultanı idi? Şərqə doğru el tutmuş. Ay, sağ olun. Cənuba doğru genişləndirən əraziləri? O Xələc idi deyəsən. Ay, sağ Əllərdə olun. Xələc. Bəli. Monqol təhlükəsinin qarşısını tamamilə alan. O da Xələc idi. Tamamilə almışdı. Aha, Panipat döyüşündə məğlub olan. Axırıncı onun adı nə idi? İbrahim. Lodi. Hə. Hı, 1561 idi. Yox, 26. 26. Hə, 1526. Moğol dövləti yaranması. Aha. Bəli, baxaq testlərə, nə deyirsiniz? Testlər də var, bir xeylidir. Bəli, bəli, baxaq Əsəmən. Bəs eləyər. Sonra testə baxalım. Amma arada belə təkrar eləyəcəyi inşallah. Belə axırda yəni ki, axırıncı mövzular, bax Bizansdan, Frankdan təkrar eləyin inşallah. Biraz qısa mövzular olanda bu qarışıq mövzu deyən vermədim. Əvvəldən hər dəfə bir mövzu verəcəm, belə təkrar eləyək mütləq. Aytəkin müəllimə nəyi bəyəndi? Deyir, təkrar verin yəqin. Hə. Hər dərs təkrar, Aytəkin müəllimə. Aşılmaz bir müəllimə. Təkrar biliyin anasıdır. Təkrar eləmək hər dəfə yaxşıdır ki, başımıza yaxşı oturur da biliklər. Yəni belə fikirli qalmırsan da görən, o qədər bir-birinə yaxın cavablar qoyurlar ki, baxanda adam fikrə gedir ki, bu da yox. Hə, siz Naxçıvani rəvan oxumamısınız da, deyəcəyim Qacarlar takibində gəlib. Yaxşı, siz mənə deyin, deməli, Gəncə xanlığını öz aralarında bölüşdürdülər. Neçənci ildə deyək, İbrahim Xəlil xanla 2-ci İrakli. Hə, Gəncəni bölüşdürülmələri onların bircə dəqiqə. Onlar 1780-ci il idi də müəllimə. Ay, sağ olun, bəli. 80-81-də kim hücum eləmişdi Qarabağa, uğursuz oldu, yürüş eləmişdi? O Qubalı Fətəli xan. Qubalı Fətəli xan idi. Sağ olun, bəli, bəli. Pənahəli xanın hakimiyyətini ilk olaraq qəbul etdi desək, hansı məlikliyi deyək? O birinci Vərəndə məlikliyi idi müəllimə. Aha, Ballıqayadakı döyüşdən sonra hansı qəbul elədi? O da Xaçın məlikliyi idi. Aha, məlikliklər kimə yürüşlərə kömək eləmişdilər Qarabağa? Hansı xanlıqlara? Hə, o məlikliklərin köməyi idi, bir də məlikliklər kömək eləmişdi, bircə dəqiqə. Şəkiyə kömək eləmişdilər 48-də, elədir. Urmiyəyə də kömək eləmişdilər 59-da. Aha. Yaxşı, siz mənə deyin, Fətəli xan Əfşarın müttəfiqi idi, bu dövlətin xanı, sonra da xəyanət elədi. Bu xanlığın xanı hansı xanlıq idi? O kim idi? Şahbaz xan idi də. Müəllimə.
Salam, axşamınız xeyir olsun əziz müəllimlər. Günlar müəllim açaq dərsə zəhmət. Salam, hər vaxtınız xeyir. Siz mənə deyin ki, Səfəvilər dövlətinin daxili zəifləməsinin, böhranın daxili iqtisadi səbəbləri nələr idi müəllim? Daxili səbəblər rüşvətxorluğun artması, qərb pullarının olması. Aha, sonra əhali Hə, şəhərləri sözü- tərk edir, yoxsa kəndləri tərk etməz? Əhali Hı. necə müəllimə başa düşmədim. Əhali şəhərləri tərk edir kütləvi şəkildə, yoxsa kəndləri? Əhali kəndləri, çünki süni suvarma sistemi yox idi o nəzərdən. Yox, bəs şəhər iqtisadiyyatı tənəzzül eləyir daxil. Necə kəndləri tərk eləsinlər? Hə. Şəhərləri tərk eləmişlər. Mhm. Sonra başqa nə vardı? Su təchizatı niyə zəif idi? Çünki kəhrizlər dağılmışdı, yeraltı kəhlizlər, yenaltı kanallar. Ay, sağ olun, bəli, doğrudur müəllim. Yaxşı, bəs bu daxili siyasi səbəb nə idi? Dövlət idarəsinin böhranını açıqlayaq. Orada rüşvətxorluq var idi, səriştəsiz şəxslər hakimiyyətə gəlirdi. Ay, sağ olun, doğrudur, əla. Yaxşı, bir dövrdə də Səfəvilər dövlətində mərkəzi hakimiyyət zəifləmişdi, xəzinə boşalmışdı, hətta Osmanlı da bundan istifadə edir. Bu kimin dövrü idi? Məhəmməd Xudabəndə. Ay, sağ olun. Neçənci illərdə hakimiyyət illəri? 1578-1587. Ay, sağ olun, doğrudur. Bəs bu böhranın xarici iqtisadi səbəbləri nələr idi? Bu Hindistana dəniz yolu kəşf olunmuşdu. Ona görə də İpək yolu öz əhəmiyyətini yitirirdi. Aha. Sonra burada Avropada keyfiyyətli mallar olurdu. Yəni ucuz Avropada bir manufaktura açılırdı. Ona Aha. görə oradan gələn mallar daha keyfiyyətli idi Əla. və sənətkarlıq məhsullarına tələbat azalırdı. Bir də buydu da. Yəni ona görə ipək heç kim almırdı da. İpək ixracatı azalmışdı. Bu da Ay, sağ olun, bəli. Doğru. Dedik İpək yolu əhəmiyyətini itirmişdi. Nə vaxt çəkilmişdi İpək yolu? eradan əvvəl yox, eramızın 2-ci əsrində. Eradan Xan əvvəl sülaləsi. 2-ci əsr Xan sülaləsi. Eradan əvvəl 2-ci əsr Xan sülaləsi. Bəs Hindistana dəniz yolu nə vaxt kəşf olunacaq? Hə, 1590-larda, 98. 98, 1498 Vasco da Gama. Aha, yaxşı. Şah Sultan Hüseyn nə edir böhrandan çıxmaq üçün? Böhrandan çıxmaq üçün əhalini siyahıya aldırır, vergiləri artırır 1699-1702-ci ildə. Ay, sağ olun, bəli. Ərəblər dövründə də bir İran. siyasi alma vardı. Bu hansı sülalənin dövründə idi? Əməvilər Neçənci ildə? 725. Ay, sağ olun. Neçə dəfə artırmışdı Şah Sultan Hüseyn vergini? Dərslikdədir bu, görüm. Baxmısınızmı? Yox, baxmamışam. Kim baxıb, müəllimlər? Şah Sultan Hüseyn vergini neçə dəfə artırır? Analiz evdə olmamalıdır cümlə. 3 dəfə müəllim. Ay, sağ olun, bəli. 3 dəfə artırmışdı. Əla. Yaxşı, siz mənə deyin, Səfəvilər əleyhinə Carbalaçəndə ilk üsyan nə vaxt idi Gülnari müəllimə? Yəni 1707-də idi, sonradan 11-də. Şirvanda olur da, bəli. Aha. Osmanlıların bəs Cəlalərin daha doğrusu ədəbiyyatında ilk böyük çıxışı hardaydı? Təbrizdə 1591. 1591-də. Bəli. 1711-ci il üsyanında kim başçılıq edirdi? Hacı Davud Bəli. Əlqas Mirzənin üsyanı nə vaxt idi? 1548-47 belə. 47-də, bəli. Bəs hansı ərazidə Səfəvilər əleyhinə üsyan baş verməsi Osmanlının oranı rahat tutmasına köməklik göstərmiş? Şirvan. Şirvan 1578. Ay, sağ olun, əla. Kim idi bu Hacı Davud? Hacı Davud yəni o deyir Məkkəyə gedir, Hacı ləqəbini almışdı. Ay, sağ Nə olun. bilim, nəsə bir kənddə Dədəli kənd idi, nə idi, orada bir yaşayan bir şəxs idi də, Ay, rütbəli bir. sağ olun. Bəli, zəngin feodal ailəsindən deyildi, bəli. Siyasi məqsədlər üçün də dini amildən istifadə etmişdi, bəli. Əfqanlar nə vaxt dedik Qəndahar ələ keçirdi? 1709-da. Hacı Davudun müttəfiqləri kimlər idi? Hə, bir Qazıqumluqlu Surxay xan idi, bir də Qaytaqlı Əhməd xan. Paytaxtlı Əhməd xan. Bəli. İlk öncə kimdən hərbi yardım istəyir Hacı Davud?
Rusiyadan. Rusiyadan. Niyə qəbul eləmir ruslar onun bu təklifini? Çünki bu Rusiyanın belə deyim də mövqeyinə uyğun deyil də, həm də o dövrdə elə bir burada Hacı Davud istəyirdi ki, daxildə müstəqil olsun. Rusiya onu qəbul eləmək istəmirdi. Ay sağ olun. Çünki buranı işğal eləmək fikri var idi. Əla. Yaxşı, siz mənə deyin görüm, Şah hakimiyyətinə qarşı bu dövrdə 18-ci əvvəllərində üsyanların ümumi səbəbləri vergilər, feodal zülmü, məmur özbaşınalığı, bir dənə də xüsusi səbəb vardı. O nə idi? Bu səbəb də azlığa gətirib çıxarmışdı, azlıq da bahalılığa. Zəif oxumusunuz mövzunu. Günlərə müəllimə, quraqlıq idi də, quraqlıq. Yaxşı, sırf Balakəndə niyə üsyan elədi əhali? 1707-də. Nə baş verdi? Bəli, orada maaş söhbəti vardı. Deyir, əhali şimal sərhədlərini qoruyacağına görə xəzinədən maaş alırdı. Bunu da Şirvan bəyləri öz başına kəsmişdi. Dayandırmışdı. Kim idi bu Şirvan bəylərbəyi? Həsən Əli. Kim idi Antoni Jenkinsonla müqavilə bağlayan Şirvan bəylərbəyi? Ustaçlı. Abdullah xan ustası. Bəs kim idi bu 2-ci Abbas tərəfindən göndərilən Terek qalasını dağıtsın? Terek ətrafını. Hə, bilmədim onu. Xosrov. Şirvan bəylərbəyi Xosrovdur. Yaxşı, siz mənə deyin görüm. Bəs hansı Osmanlı sultanına müraciət edir Hacı Davud? 3-cü Əhmədə. 3-cü Əhmədə. Qəbul eləyirmi 3-cü Əhməd bunu? Bəli, qəbul eləyir. Niyə qəbul eləyir müəllim? Niyə qəbul eləyir? Çünki Azərbaycan tutmaq istəyirdi, Rusiya ilə rəqib idi. Düşünürdü ki, Rusiyadan əvvəl o tutsun. Bəli, rusların bura hücumundan narahat idi, ona görə də bəli. Şamaxını nə vaxt ələ keçirdir Hacı Davud? 1719-larda. 19-da çevirə bilmir axı, orada həbs eləyirlər. 21-ci ildə. 21-də tutub dağıtır. Hansı ərazilərə bəs yürüşü uğursuzluqla nəticələnir? Hə, bəli, o biri Gəncə idi, Dərbənd bir də Bakı olmalıdır. Dərbənd, Bakı, Gəncə idi. Ay sağ olun, bəli. Yaxşı, siz mənə deyin görün, bəs üsyançılar himayə etmiş Osmanlı sultanları 3-cü Əhməddən başqa kimlər deyə bilərik? Hə, bəli, bu 1-ci Süleymanı deyə bilərik, bir də 2-ci Mehmet, Fatih Sultan Mehmedi. 2-ci Mehmet kimi müdafiə eləmişdi? Səhv etmirəmsə, əvvəl Karamanoğulları adlı bir üsyan var idi. Yox. Niyə uzağa gedirsiniz? Uzun Həsənin oğluna sığınıraq. Kim idi? Uğurlu Məhəmmədi. Ay sağ ol, uğurlu. Doğrudur. Yaxşı, sonra siz mənə deyin görüm. Nə vaxt imzalandı? Ümumiyyətlə, Şah Sultan Hüseyin bu üsyandan çıxmaq üçün vergiləri falan artırdı. Bu xeyir olmaz. Sonra nə elədi? Ərdəbildə Dədəbabadan qalan qızılları əritdi. Sonra Ruslarla da xarici siyasətdə nə elədi? 1713-də Rusiyaya dostluq və ticarət müqaviləsi bağlanmaq üçün elçi göndərir. Nümayəndə göndərir. Sonra Rusiyada hökmdarı 1-ci Pyotrda elçisi Artemi Volinskini göndərir bura. Ay sağ olun. Bəli, nə vaxt imzalanır bu müqavilə? İsfahan müqaviləsi olur ticarətdə üçün 1717. 1717-ci il. Ay sağ olun, doğrudur mənim. Yaxşı, siz mənə deyin görüm, Rəş müqaviləsi nə vaxt idi? 1732. Bəli. Bəs İsmail öz başına hansı müqaviləni imzalamışdır Ruslarla? Peterburq, doğrudur. Yaxşı, Kürdən cənubdakı Xəzəryanı vilayətlər verildi, Səfəvlərə qaytarıldı. Hansı müqavilənin şərtinə görə? Rəşd. Rəşd müqaviləsi. Nə vaxt idi Rəşd müqaviləsi? 1732. 2-ci Təhmasibin Nadirdən icazəsiz hansı müqaviləni imzalamışdı? Kirmanşah. Kirmanşah müqaviləsi imzaladı. Doğrudur mənim. Yaxşı, Osmanlı ilə Rusiya Azərbaycan torpaqlarını bölüşdürdülər öz arasında. Hansı müqavilənin şərtinə görə? Nablus sülhü 1727. Orada sərhədlər müəyyənləşdirilir. Ondan əvvəl bölürlər. 1724. 24? İstanbul. Ay sağ olun. 2-ci İstanbul müqaviləsi nə vaxt idi? Sərap idi digər adı ilə 1590. O birincidir. 1591-ci İstanbulda, Sərap 1612-dir.